Həyatımın 54 ilini memarlıq sənətinə həsr etmişəm və son 30 il müddətində hər zaman düşünmüşəm ki, elə bir xoşbəxtlik mənə üz verəcəkmi ki, mən Qarabağda öz memarlıq fəaliyyətimlə məşğul olacağam. Hətta yaşıma görə hərdən narahat olmuşam ki, birdən görmədim, birdən qismət olmadı. Amma xoşbəxtlikdən baş verib və bu gün əlbəttə ki, bütün Azərbaycan memarları kimi mən də Qarabağda hansısa işlərlə məşğul oluram. Mən düşünürəm ki, memarlıq hansı torpaqda yaranırsa, o torpağa da məxsusdur. Qarabağ bölgəsində tarixən yaranmış abidələr, memarlıq abidələri əksərən Qafqaz Albaniyası devrinə aid olan abidələrdir. Həmi dini məbədlərdir, həmi mülki binalardır, saraylardır. Əgər bu ərazi müasir Azərbaycan ərazisidirsə, biz artıq bilirik ki, bu elədir. Deməli, bu Azərbaycan memarlığıdır. Sadəcə olaraq Qafqaz Albaniya devrinə aid olan memarlıqdır. Yəni, insanlar eyni insanlardır. O devirdə də yaşayan insanlar, indiki devirdə də yaşayan insanlar dil dəyişikliyi olub, din dəyişikliyi olub, onlar xristiyan olublar, sonradan Azərbaycanda İslam tətbiq olunub və biz bugün müsəlmanıq. Amma torpaq eyni torpaqdır, vətən eyni vətəndir, mədəniyyət eyni mədəniyyətdir. Ermənilərin bu əraziyə gəlməsi 19-cu əsrin əvvəllərinə şamil olunur. Olarmı ki, insanlar həmən yerə, həmən əraziyə gəlmədən qabaqcada orada əsərlər yaratsınlar? Deməli, o abidələrin ermənilərə heç bir aidiyyəti yoxdur. Bəli, yaşadıkları devirdə onlar orada kilsələr də tikiblər, evlər də tikiblər. Yəni, bu son 200 il müddətində. Amma o abidələri, o möhtəşəm abidələri, biz gördüyümüz abidələri onlar yaratmayıblar. Onlar hamısı onlar gəlməmişdən qabaq yaranıb. Bəli, bu 30 il müddətində onlar o dini məbədlərin hamısını erməniləşdiriblər. Qədim Alban yazılarını dağıdıb onların yerinə öz dillərində yazılar yazıb tətbiq eləyiblər o binalarda. Xaçların formasını dəyişiblər. Amma bir şey düşünməyiblər ki, o binaların dekoru daha qədim devirdən danışır və onların tarixi mədəniyyətinə heç bir aidiyyəti yoxdur. Mən Xankəndində sonuncu dəfə 1982-ci ildə olmuşam. O vaxtı Şuşada Molla Panah Vaqifin məqbərəsi açılırdı. Heydər Əliyev açılışında oldu və mən gənc bir memar idim. Amma Memarlar İttifaqının artıq katiblərindən birisi idim. Qış idi, hava çox soyuq idi, bərk qar yağırdı. Məni göndərdilər, mən o açılışda iştirak elədim. O zaman Xankəndi sadə bir, kiçik bir şəhər idi. İndi isə hələlik Xankəndində olmamışam. Düşünürəm ki, yəqin yaxın zamanlarda qismət olacaq gedəcəyəm. Məni ora cəlb edən bir şəxsi amil də var. Xankəndində, deməli, o əsas inzibati binanın yanında bir köhnə otel var. 40-cı illərdə tikilib. O otelin müəllifi mənim atamdır. Həqiqətən böyük cəsarətlə və çox yüksək strateji elmə əsaslanaraq prezident rəhbərliyi altında torpaqlar işğaldan azad olundu. Düşmən o torpaqları, o şəhərləri, o qəsəbələri viran qoyub, darmadağın edib. Mən hər zaman düşünürəm ki, əgər bunlar həqiqətən orada yaşamaq istəyirdilərsə, onlar bunları niyə dağıtdılar?
Və belə bir qənaətə gəlirəm ki, onlar ilk gündən bilirdilər ki, çıxıb gedəcəklər. Onlar bilirdilər ki, onlar oradan qovulacaqlar. Və ona görə də bütün şəhərləri dağıdıb və indi çıxdılar, getdilər. Yəni getmədilər, qovdular. Onları qovdular. Bizim böyük vəzifəmiz o torpaqları dirşətməkdir. Ora insanları qaytarmaqdır. Və bunun üçün ölkə başçısı qarşımızda məqsədlər qoyur. Və deyir ki, əgər bizim adamlarımız ora qayıdacaqsa, onlar elə şəraitə qayıtmalıdırlar ki, insan həyatına layiq olsun. Orada elə şəhərlər, elə müasir qəsəbələr yaratmaq lazımdır ki, 30 il paytaxt şəraitində yaşayan insanlar ora həvəslə qayıtsınlar. Yəni biz başa düşürük ki, paytaxtla əyalət fərqi çox yüksəkdir. Və bu insanlar əgər 30 il Bakıda yaşayıblarsa, onlar Bakının həyat tərzinə öyrəşiblər. Deməli, orada elə bir şərait yaratmaq lazımdır ki, onlar ora həvəslə getsinlər. Bu gün orada aparılan işləri həm Azərbaycanlı memarları, həm də xaricdən dəvət olunmuş memarlar aparırlar. Və bu da yaxşı faktordur. Çünki mədəniyyətlər nə qədər biri-birinə qarışsa, nə qədər biri-birindən yaxşı cəhətləri əldə etsə, o qədər zəngin olar. Birincisi, Şuşa demək olar ki, nadir şəhərlərdəndir ki, qorunub qalıb. Onun da səbəbi ondan ibarətdir ki, özləri orada yaşayırdılar. Yəni, işğaldan sonra onları ora gətirib yerləşdirmişdilər erməniləri və onlar orada yaşayırdılar. Ona görə də Şuşanı o dərəcədə dağıtmayıblar. Amma Şuşanın yenə də bilərək ən möhtəşəm binalarını, saraylarını, hansılar ki, Azərbaycanlılara tarixən məxsus olub. Misal üçün, Mehmandarovun evi. General Mehmandarov məşhur hərbiçi olub. Rusiya imperiyasının generalı olub. Amma Azərbaycanlı olub. Misal üçün, onun evini dağıdıblar. Nə üçün? Evə görə yox, tarixə görə. Onlar onun adını Şuşanın tarixindən silmək istəyiblər. Amma bacarmayıblar. Onlar qədim binaları dağıdıblar. Özləri isə Sovet dövründə tikilmiş 5 mərtəbə, 7 mərtəbə binalarda yaşayıblar. Onu da qəsdən eləyiblər. Çünki onlar üçün çox vacib idi ki, Şuşanın tarixini pozsunlar, silsinlər. Amma yenə də bacarmayıblar. Xatirəmizdə qalıb, kitablarda, başqa mənbələrdə onların hamısının görkəmi qalıb və bu gün ona istinad edərək hər şey bərpa olunur. Əlbəttə ki, orada görülən işlər bizim mədəni irsimizə söykənir, mütləq söykənir. Çünki mədəni irs ümumiyyətlə nə deməkdir? Milli memarlıq nə deməkdir? O deməkdir ki, bu memarlıq yerin şəraitinə, orada yaşayan insanların adət-ənənəsinə, onların dünya görünüşünə, onların estetik zövqünə cavab verir. Və bu gün orada görülən işlər eyni bu tələblərin hamısına cavab verir. Yəni, gəlin, baxın, görək, bax, bu gün Füzulidə yaşayış evləri tikilir, müasir evlərdir. Amma hamısının geniş balkonları var, cənub iqlim üçün yararlı memarlıq görkəmi var. Yəni, bunlar nəzərə alınır, bunlar nəzərə alınmaya bilməz. Eyni zamanda mən düşünürəm ki, o tarixi bərpa olunan binaların yanında müasir memarlıq üslubunda da yeni binalar ola bilər. Ola bilər. Çünki onlar artıq bərpa deyil, onlar yeni memarlıq nəslidir və memarlıq yəqin ki, yarandığı devrə məxsus olmalıdır. Yarandığı devrin estetik tələblərinə cavab verməlidir. Azərbaycanda deməli 12 iqlim zonasının 9-u mövcuddur. Misal üçün, cənubunda Lənkəran, Astaran zonası, şimalda Şəki, Zaqatala, Quba, Xaçmaz. Bunların memarlığı hamısının biri-birindən fərqlənir. Çünki yenə də bayaq dediyim kimi iqlimə bağlıdır, insanların həyat tərzinə bağlıdır, insanların adətlərinə bağlıdır. Nə olsun ki, hamı Azərbaycanlıdır, amma
müxtəlif bölgələrdə yaşayarkən insanların özlərinin həyat tərzi var. Biri, misal üçün, heyvandarlıqla məşğuldur, o biri əkinçiliklə məşğuldur. Bunların ailədə, evdə quruluşu tam biri-birindən fərqlidir. Və eyni zamanda da iqlim fərqliliyi olanda bu da təsir eləyir. Və Qarabağın özünə məxsus, təbiətinə məxsus, özünün memarlığı var. Qarabağda istifadə olunan inşaat materialları var. Adətən istifadə olunan inşaat materialları var. Bu gün onlar hamısı tətbiq olunur. Bunlar hamısı təkrarlanır və ona görə də mən tam əminəm ki, Qarabağın memarlıq siması itirilməyəcək, bərpa olunacaq. Mən düşünürəm ki, bu miqyasda ki, bu gün Azərbaycanda baş verir bu proses. Heç bir başqa ölkədə belə bir geniş miqyasda belə işlər aparılmayıb. Və ən təəccüblüsü və ən şərəflisi odur ki, o böyüklükdə ərazinin demək olar ki, hər güşəsində bu gün quruculuq, yaradıcılıq işləri aparılır. Bərpa işləri aparılır, yeni tikintilər aparılır, yol infrastrukturu, mühəndisi infrastruktur, evlər, ictimai binalar, yaşayış evləri, yəni insanlar üçün hər bir şərait yaranır. Və doğrudan da bu çox şərəfli bir haldır ki, bütün ərazidə eyni zamanda bu işlər aparılır.